Bax, ey məşhur olan qadın, insanların pərəstiş etdiyi qadın, hər kəs tərəfindən sevilirsən və insanlar səni alqışlayır. Sən isə bundan daha da xoşhal olursan. Özünü çox xoşbəxt hiss edirsən. İnsanların diqqətini üzərinə çəkməkdən ləzzət alırsan. Buna görə tez-tez gözəllik salonlarına gedir və estetik əməliyyatlara çoxlu pullar xərcləyirsən. Vallahi insanlar sənin silikonla dolu olan cəsədini sevir. Təəssüf ki, cəsədini bu şəkildə gözəlləşdirməklə ruhunu kirlətmisən. Halbuki sən ruhunla gözəlləşməliydin. Ruhunla sevməli, ruhunla sevilməli, ruhunla ucalmalıydın. O ruhun ki, sevib bəslədiyin bədəni tərk edib getdikdə, artıq o bədən heç kimə lazım olmayacaq. O ruhun ki, bədəni tərk edib getdikdə, o bədəninlə kibirlənə bilməyəcəksən. O bədəninlə heç kimin diqqətini cəlb edə bilməyəcəksən. Bu qədər dəyər verdiyin bədəninin son halını bir düşün. O hərəkətsiz bir şəkildədir. Və insanlar sənin cəsədini torpağa verib tez uzaqlaşmağa çalışacaqlar. Halbuki bir müddət öncə hər kəs sənə yaxın olmaq istəyirdi. Amma indi isə hər kəs səndən uzaqlaşmağa can atır. Ömrün boyunca hər sözünə qulaq verib, hər sözünü dinlədiyin, dostluq, yoldaşlıq etdiyin şeytan, hətta o belə səni tərk edib qaçacaq. Amma tək bir kimsə səni tərk etməyəcək. Bilirsənmi o kimdir? Ömrün boyunca uzaq qaçdığın, heç bir əmrinə məhəl qoymadığın, halal haramını heçə saydığın Rəbbin. Rəbbin o səni tərk etməyəcək. Və dünyada etdiyin hər bir əməlinə özün şahid olacaqsan. Səndən hər bir əməlinin qarşılığı istəniləcək. Allaha yalvaracaqsan ki, tövbə etmək üçün səni geriyə, dünyaya göndərsin. Düşün ki, bugün o gündür. Sən Rəbbindən dünyaya geri dönmək istəmirsən. O da səni geriyə, dünyaya göndərir. Tövbə qapıları hələ ki üzünə açıqdır. Elə isə Rəbbinə dön. Ona tövbə et. Onun rizasını qazanmağa çalış. Onun razılığı uğruna bir həyat yaşamağa bax. Vallahi gerisi sadəcə boş xülyadır.